Sual verirlər ki, ticarət edərkən, xüsusən səhih dini kitablar satarkən, müştərinin əqidəsinə, mənhəcinə diqqət etmək lazımdırmı? Məsələn, əgər xavaric olduğu və ya bidət əhlinin olduğu bilinərsə, bu halda onlara kitab satıla bilərmi? Cavab budur ki, əgər kitab səhih əqidəli, düzgün mənhəcli kitabdırsa, sələf alimlərinin kitabıdırsa, məsələn, tərcümə olunmuş və ya fərq etməz. Bu halda sözsüz ki, yəni alanın, alıcının mənhəcinə və əqidəsinə diqqət etmək lazım deyil. Çünki əksinə bidət əhlinə və ya hansısa bir səhv əqidəyə sahib olan bir insana kitab satmaq fərq etməz. Hətta burada kafir də ola bilər, xristian da ola bilər, ateist də ola bilər. Biz onun düzgün əqidəyə və yaxud düzgün yola gəlməsinə səbəb oluruq. Çünki kitab ən böyük səbəblərdən biridir, vəsilələrdən biridir. Və belə niyyət etmək, bu niyyətlə satmaq sözsüz ki, bu savabdır. Bunda savab var və alıcının mənhəcinin, yəni əqidəsinin xarab olması və ya düzgün mənhəcdə, əqidədə olmamasının satana heç bir təsiri yoxdur.